Salam əziz və dəyərli müştərilər, sizləri salamlayıram. Kars Ailəvi restoranı bir-birindən gözəl və yeni təyyarlarla birlikdə sizə təqdimata. Bayaq təqdim elədim şapalaqlarda pişib hazırdır, stolları göndəririk. Şirəli çəpiş, öz suyunda, öz sokunda zirvəsinə. Bu yemək eksklüziv yeməkdir, vişnəli çolpa, bəh. Bu yalnız da Kars Ailəvi restoranında pişirib bildirim. Buğlama, 8-9 şoluq quzunun maçaları. Soyutma çolpa, bizdə yəni selebri çolpa söhbəti yoxdur, hamısı təmin kənd çolpasıdır. Şirəli danadır, öz suyunda, öz sokunda. Xorozun dal dokumentidir, gördüyünüz kimi. Göbələkli can ətidir, qaymaqlı da vermək olur bunu. Tuşonkadır, təmiz dananın baş ətindən. Vişnəli can ətimizdir, görürsünüz də, yəni siveji vişnələ qovrulmuş can əti. Kənd xorozunun çılırtması, pomidor, soğan, biberlə. Və quzu soyutmamızdır. Bu da 8-9 quzunun maçalarından düzəldirik və bir-birindən gözəl kablarımızı təqdim edirəm sizə. Qutab kabıdır, eksklüzivdir, arası turşu tərəvəzlərlə, yalnız bu lökvatanda bizdə mövcuddur. Antrikotdur, yabloçkadır, qoldur, quzunun quyruğudur. Toyuq kabıdır, quzunun ciyəri, quzunun ağ əti, ürəyi, böyrəyi, xan kebabı, bastırması, şapalağımız. Daş kebabımız da mövcuddur, təndirimiz, qazan yeməyimiz, sacımız. Ünvan Lökbatanda yerləşən Kars Ailəvi restoranı Nizami küçəsi 112. Botda Veza konu mövcuddur, gəlməzdən öncə rezervasiya etməyiniz xahiş olunur. Bu da elə indi bayaq sizə təqdim elədim vişnəli çolpandır. Elə bütöv şəkildə təzəsində pişirmişik yerində zakaza. Gedir stola, get.